Öncə restoranlarda qabayan, küçələrdə süpürgəçi işləyən bütün bacılarımızın və analarımızın əllərindən öpürəm. Sizin o zəhmətkeş əllərinizdən öpürəm. Baxın, bu xanımlar sizin o sevdiyiniz tiktokerlər kimi kart qoyub pul dilənmir. Ona buna ağız açmır. Öz halal zəhmətləri ilə, alınlarının təri ilə pul qazanırlar. Və fərqi yoxdur hansı işi görürsən gör. Zəhmətlə, əziyyətlə görülən bütün işlər hamısı şərəflidir. Yəni TikToka kart qoyub pul dilənməkdən qat-qat şərəflidir qab yumaq, küçə süpürmək. Çünki bu insanların özlərinə hörməti var. Çünki onların qürurları var, ləyaqətləri var. Kim pul dilənər? Kim sədəqə yığar? Baxarsan ki, əli ayağı yoxdur, sağlamlıqla bağlı problemi var, işləmək qabiliyyətini itirib işləmir. Hə, o insanlara sədəqə vermək olar. Yoxsa əlləri sağ, ayaqları sağ, cavan adamlardır, heç bir özünə əziyyətə vermir. Kart qoyurlar, pul dilənirlər. Amma bu xanımlar, o sizin kart qoyub pul dilənən sevimli tiktokerlərinizdən qat-qat şərəflidirlər, qat-qat ləyaqətlidirlər, qat-qat qeyrətlidirlər. Görürsüz, öz əllərinin zəhməti ilə pul qazanırlar. Və bu cür pul qazananlar da var. Bir baxın bu qadına. Onu da qeyd edim ki, geyim mağazalarının əksəriyyətində paltarları təqdim edən qadınlar sanki paltarı yox, daha çox bədənlərini, vücudlarını nümayiş etdirirlər. Hətta bir mağaza var, oradakı qadın rəsmən arxasını göstərir. Rəsmən arxasını sözün əsl mənasında təqdim edir. Və deyilənə görə o mağazanın sahibi bir hacıdır. Hətta mən hacılığı qoyuram bir kənara. Bir Azərbaycanlı kişidir. Mən başa düşə bilmirəm. Bir Azərbaycanlı kişinin heçmi heysiyyatına toxunmaz ki, bir Azərbaycanlı qadın onun mağazasında arxasını göstərir. Və çox zaman da bu paltar təqdim edən qadınlar ona görə oralarını, buralarını göstərirlər ki, videoları daha çox baxış toplasın. Videoları daha çox baxış toplayarsa, həmin mağazada daha çox qalıb işləyə bilərlər. O işi itirməmək üçün, videoları daha çox baxılsın deyə bu cür yollara əl atırlar. Dəyərmi? İnanın ki, dəyməz. Mən şəxsən Azərbaycanlı qadınları bu şəkildə görəndə çox xəcalət çəkirəm. Məsələn, mənim Azərbaycanlı qüruruma, heysiyatıma çox toxunur. Mən Azərbaycanlı qadınları bu şəkildə görmək istəmirəm. Əziz xanımlar, baxın, çəkdiyiniz bütün bu videolar hamısı sizin keçmişinizdir. Bugününüz bir neçə il sonra keçmişiniz olacaq. Keçmişinizi təmiz saxlayın. Bu cür çəkdiyiniz videolar əmin olun ki, gələcəkdə bir gün qarşınıza ciddi problem kimi çıxacaq və utanacaqsınız. Öz videolarınızdan xəcalət çəkəcəksiniz. Ona görə də heç nəyə xatir keçmişinizi bu cür videolarla korlamayın. Keçmişinizi təmiz saxlayın və mən keçmişinizi təmiz saxlayın deyəndə qətiyyən əxlaq məsələsinə toxunmuram. Amma bu cür videolar xoşagəlməz videolardır. Bu cür videolarda bu görüntülər ədəbli görüntülər deyil. Bu görüntülər gələcəkdə bir qadın olaraq qarşınızda ciddi bir problem yarada bilər. Bu zərəri, bu pisliyi özünüzə etməyin. Əmin olun ki, bir gün dediyim kimi bu cür videolar qarşınıza çıxacaq, problem kimi çıxacaq. Çünki bugün çəkib paylaşdığınız bütün videolar sizin arxivinizdir və bu arxivdə illərlə qalacaq. İllərlə yox, bir ömür qalacaq.